Ümumiyyətcə, lüboy maskanı bir ay ən az istifadə eləməlisiniz ki, onun effektini də görə biləsiniz. Kimlərin ki, gözü altı qara belə torbalar olur, görürsünüz. Qəşən bol-bol, qəşən belə bu masıçkanı tətbiq edirsiniz. Yağlı olsun dəri, quru olsun dəri fərq eləmir. Ən az həftədə 2-3 dəfə, əgər problemli dəridirsə, 3 dəfə eləyin əzlərim. Bunu eləyəndə, üzünüzə tətbiq edəndə görəcəksiniz ki, üzünüz biraz yanır. Belə, немножко şipidə. O da normal bir şeydir. Sırası qorxmayın. Qorxacaq bir şey yoxdur. O penkanın effektidir. Bir də sodanın effektidir. Bu normaldır. Onlar hepsi bərabər öz işini görür. Baxın belə, pürüzsüz olur dəri. Niyə mənim masıçkalarım super puperdir, siz bunu bilirsiniz. Deməli əzizlərim, bunu hazırlayanda biraz böyük qabda hazırlayın. Mən səhv elədim, balacada elədim, qarışdırmağı çətin olur. Значит, bura nə gedir? Bura bir dolu çay qaşığı. Məndə buğday nişastasıdır, kimdə hansı fərq eləmir. Bir dolu çay qaşığı soda və belə bir arpa krem. Baxın. Tıraş kremi deyirlər də, bu kimin evində kişi varsa 100% var, yoxdursa da gedin alın, problem yoxdur, baxın belə. Deməli getdik, bir dolu çay qaşığı nişasta, bu getdi. Bir dolu çay qaşığı əvəz olunmaz soda çıxan, soda getdi. İkisini də qatdıq. Baxın bu qədər. Bir yemək qaşığı. Bu tıraş kremdir, nədir? Köpük. İndi biraz qəşəng bura su. Suyu həmən çox əlavə etməyin. Suyu yavaş-yavaş əlavə edin. Bu belə krem haline gəlməlidir. Baxın. Görürsünüz. Belə krem şanti olur tortikaların üstünə. Bax belə krem şanti kimi bu vəziyyətdə bu olur. Çox.